Xəbər verdiyimiz kimi mayın 13-də 2007-ci il təvəllüdlü Elgin İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir. News 24 azın məlumatına görə bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatında bildirilib. Cinayət işi üzrə bütün fərziyyələr ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi bütün hallar yoxlanılmışdır. İstintaqın hazırki mərhələsində əldə edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, hadisə yerinə müşahidə kameralarına baxış, meyidin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə genetik, məhkəmə tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgin İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməmiş, ona qarşı heç bir sonraki hərəkətlərə yol verilməmiş, o hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Elgin İbrahimov may ayının 12-sində saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan borcunu qaytarmışdır. Bundan sonra İbrahimov Gəncə şəhərində yerləşən Naxış çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul etmiş, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhət adına bir saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılmış, həmin vaxt Elgin İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməmişdir. Daha sonra Elgin İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb, əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasının tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhərcərsiz eyvana çıxaraq orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış. Saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.